Salam, hörmətli izləyicilər. Bu videoda son günlər diqqət mərkəzində olan bir hadisə haqqında faktlara əsaslanan məlumat verəcəyik. 1 aprel 2026-cı ildə Argentinanın Uşaya şəhərindən yola düşən MV Hondius adlı ekspedisiya gəmisində hantavirusun Andes suşu yayılması qeydə alınıb. Gəmidə təxminən 150 nəfər olub. Ümumdünya Səhiyyə Təşkilatının üst məlumatına görə hazırda 8 hal qeydə alınıb, onlardan 6-sı laboratoriya təsdiqli. Təəssüf ki, 3 nəfər vəfat edib. Gəmi hazırda Kanar adalarında Tenerife nəzarət altında dayanıb, sərnişinlər təhlükəsiz şəkildə evakuasiya olunur və tibbi monitorinq aparılır. Hantavirus nədir? Hantaviruslar gəmiricilər, siçan və siçovullar tərəfindən daşınan viruslar ailəsidir. İnsanlara əsasən bu heyvanların nəcis, sidik və ya tüpürcəyi ilə təmas nəticəsində keçir. Andes suşu Cənubi Amerikaya xasdır və nadir hallarda insan-insana ötürülə bilir, xüsusilə yaxın və uzun müddətli təmasda. Simptomlar: İlk əlamətlər qızdırma, əzələ ağrıları, baş ağrısı ola bilər. Ağır hallarda ağciyər problemləri və ürək-damar sisteminə təsir göstərir. Müalicə və peyvənd. Hazırda bu virus üçün xüsusi təsdiqlənmiş peyvənd və ya antiviral dərman yoxdur. Müalicə əsasən dəstəkləyici tibbi yardım, oksigen, maye balansının saxlanması və sair şəklində aparılır. Risk qrupları. İmmun sistemi zəif olan şəxslər, kiçik uşaqlar və yaşlı insanlar daha həssas ola bilər. Bu, bir çox infeksiyalarda ümumi tibbi faktdır. Pandemiya riski varmı? Üst ekspertləri vurğulayır ki, bu hadisə yeni bir pandemiyanın başlanğıcı deyil. Hadisə lokal xarakter daşıyır və beynəlxalq səhiyyə orqanları tərəfindən nəzarət altındadır. Əksər insanlarda risk çox aşağıdır. Nə etməli? Heyvan tullantıları ilə təmasdan qorunmaq. Əlləri tez-tez yumaq. Simptomlar hiss etsəniz, dərhal həkimə müraciət edin. Bu məlumatlar üst, CDC və digər rəsmi qurumların açıqlamalarına əsaslanır. Vəziyyət dəyişərsə, yenilənmiş məlumatları paylaşacağıq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağlam qalın.